Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər, əyninə qanından bir köynək giyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana, qara, cavab vermək üçün azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdür şəhidlər. Gözləriniz yoxdur torpaq tökülə, telləriniz yoxdur sığal çəkilə, cəsədiniz yoxdur kəfən bükülə. Biz necə oxşayaq yaranı şəhidim, əliniz ümiddən qopmayıb hələ, qanınız torpağa hopmayıb hələ, sevirəm kəlməsi tapmayıb hələ, qəfil güllə tapdı sevdanı şəhidim. Vətən uğrunda canlı fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Biz qardaş sizinlə bağlanırsın, bizim də bağlamız Allah. Sən də oğlum hamının övladı. Bax, buradakilərin hamısı sənin evladı. Ay anası qurbanlar ola. Cənnətdə yaz günündə ay bala. Oduzu geldi sənə çok pişirir. Sen yoksan qadan hanım ay gözüm. Neşin gelecek abala kurbanın gece, ne olur gözüm yolda yıkılsın. Ne olur ay bala ay bala. Yusuf'un ad günündə onu xatırlamaq üçün yığışmışıq, düzdür. Mən Yusuf Sevinci tanıyıram, Yusuf haqqında elə məlumatım yoxdur. İndi bugündən sonra mən onun həyatını dəqiqliyi ilə oxuyacağım. Gəldim ananı amma yanına gəlmək istəyirdik, neçə vaxtda hazırlaşırdıq. Ay ana, sən təkcə ağlama. Vallahi, bax, vicdanı olmayan qadın olar ki, o şəhidə ağlamasın. Vicdansız qadın olar, onlar hamısı bizim övladlarımızdır. Onların qanı hesabına bizim torpaqlarımız müqəddəsdir. Mən hər dəfə qəbirstanlığa gedəndə o şəhidin hansınsa məzarı üstünə gedəndə elə bir ziyarətgaha gedirəm. O şəhidlər gələndən mən atamın anamın üstünə gedə bilmirəm. Şəhidləri gedib ziyarət edirik. Onlar bizim, sizin dərdiniz bizim dərdimizdir. Onların o ruhu qarşısında çox böyük, dərin ehtiramla baş əyirəm. Anaların əllərindən öpürəm. Allah rəhmət eləsin, Allah səbrinizi versin. Əgər sağdırsa, sağı gəlsin. Yox, ölüdürsə, gəlsin öz torpağında, sevinclə qardaşlığa gitsin, o qəbirstanlıqda ağlasın. Allah sevincə dəyməsin. Sevinç durub arxanızda, oğul kimi durubdur. Allah rəhmət eləsin. Oğul kimi durub arxanızda, bilirəm. Allah rəhmət eləsin, Allah səbrinizi versin. Şəklinə baxırsan təsəlli üçün. Sənin ömür evin yıxılır, anam. Bir döyüş meydanı olur ürəyim. Gözündə şimşəklər çaxılır, anam. Elə oğul verdin doğma vətənə, torpağın yolunda keçdi canından. Gəl əllərini ver, əlindən öpüm. Şəhidim yaranmış mərdlik qanından. Nələrə dözmüsən, nədən keçmisən, gözlərin həmişə yol çəkir, anam.
Sənin şəhid balan, o ciyərparən şəhidlik adına qol çəkir anam. Bu vətən əzəldən igidlər yurdu, hər an torpaq üçün axıdıldı qan. Bir gözün ağladı, bir gözün güldü. Nə cəfalar çəkdin can Azərbaycan. Oğullar canını fəda elədi, vətəni yaşatmaq üçün yenidən. Haqqı ödənilməz şəhid oğlun. Ey anam, qarşında baş əyirəm mən. Onu əvəz etməz həyatda heç kəs. Şəhid ürəyini daşıyan anam, baxır şəkilləri, rəsmlərinə, oğlunun şəkili ilə yaşayan anam. Bizim də oğlumuz o şəhid balan. Gözünün yaşın sel ağlama anam. İndi azad olan torpağımızda şəhidimin ruhu gəzir firavan. Şəhidlər ölməz ki, ürəyimizdə. Şəhidlik zirvədir, şəhidlər ölməz. Vətənə, torpağa fəda canımız. Vətən müqəddəsdir, vətən bölünməz. Anam, bax, burada bir belə oğullar var. Burada biz varıq. Gör sizin nə qədər qızlarınız var, nə qədər oğlunuz var. İnşallah ondan da bir xəbər çıxar oğlunuzdan. Elə hamımız da gedərik, onu ehtiramla yad eləyərik, indi kimi. Allah rəhmət eləsin, ziyarət eləyərik, bəli. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün Yusuf'un doğum günüdür, itkin şəhid qardaşımızın. Bugün Azərimiz anamızın başına yorulmuşuz. Bizim Qazaqlar kəndinin məktəbin direktoru Təranə müəllimə, Arzu xanım, bizim şairəmiz, təşəkkür edirəm. Həmişə və hər zaman bizlə bir yerdəsiniz. Bizim şəhid qardaşımızın vətən müharibəsi şəhidi anası Anı bizlə bir yerdədir. Bizim Çingiz qardaşımız, şəhid atası 701 hərbi hissənin 5-ci Bərdə tabunun döyüşçüsü, bizlə bir yerdə vətən uğrunda döyüşən qardaşımız Çingiz qardaşımız. Şəhidlərimizi tanıyaq və tanıtıraq. Layihəsinin üzvü Məsmə xanım buradadır. Bizim Məhəmməd qardaşımız buradadır. Məhəmməd qardaşımız bizlə bir yerdə döyüşüb, 2-ci qrup müharibə əllidir. Elşən qardaşımız bizim itkin şəhid qardaşımız İsmail'in qardaşıdır, Elşən qardaşımız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Camal Canbağışov 2-ci qrup müharibə əllidir. O da 701 hərbi hissənin 5-ci Bərdə tabunun döyüşçüsüdür. Əli qardaşımız bizim döyüşçü qardaşımızdır. Bizlərlə bir yerdə döyüşən qardaşlarımızdandır. Ağsaqqalımız da Yusuf qardaşımızın dayısıdır. Həm də şəhid qardaşıdır. Allah rəhmət eləsin. Mən əsas nə demək istəyirəm? Gülbən xanım, sizə də təşəkkür edirəm. Şəhidlər Ölməz YouTube kanalının rəhbəri, bizim şəhidlərimizin həmişə və hər zaman çəkilişlərini aparırsan, şəhid analarının, şəhidlərimizin bütün ailə üzvlərinin yanında olursan. Təşəkkür edirəm şəxsən və döyüş yoldaşlarının adında. Allah səni var eləsin. Ana, bax bu oğullar həmin sizin evladınızla bir yerdə döyüşür. 31 ildən sonra da həmin itkin qardaşlarımızın axtarışında olan oğullardır. Bugün onlar gəlib sizin yanınıza. Biz yəni bütün döyüş yoldaşlarımıza deməmişik. Bəlkə də səhv eləmişik, amma deməmişik. Kim elə əsas biz gedək elə 5-ci Bərdə tabunun döyüşçülərini təmsil edirik. Gəlmişik, sizi ziyarət edirik. Sağ olun, var olun. Sizə qurban olun. İnanın ki, sizin oğlunuz qəhrəman oğlan olur. Sizin evladınız qəhrəman evlad olur. Ağırdır. Şəhidlərimiz haqda danışmaq, əsasda itkin şəhid qardaşlarımız haqda danışmaq çox çətindir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun. Mən öz döyüşçü yoldaşlarımın adından söz veririk ki, bizim axtarışda olan qardaşlarımızın adından ki, biz var gücümüzlə itkin qardaşlarımızın tapılması üçün çalışacağıq. İmkan verməyəcəyik ki, bugündən sonra bizim itkin qardaşlarımızın orada qalmasına, gəlsin ailə üzvlərinə təhvil verilsin. Şəhidlərimizin ataları, analarının, qardaşlarının, bacılarının gözü yoldan çəkilməsi üçün biz var gücümüzlə nə lazımsa eləyəcəyik. Allah devlətimizi var eləsin. Devlətimiz tərəfindən əsirlər və itkin üzrə yaranan komitə, inanın ki, şəhidlərimizin ailəsi qədər onlar çalışırlar. Onlar hərəkət edirlər. İtkin şəhid qardaşlarımızın tapılması üçün əllərindən gələni edirlər. Sadəcə olaraq bir daha buradan yenə bütün Azərbaycanımızda, vətən uğrunda, torpaq uğrunda döyüşən qardaşlarımıza müraciət edirəm. Nə qədər ki, bizim itkin qardaşlarımız var, itkin qardaşlarımız onların yanında yaralanıb, şəhid olub, harda qalıb, hansı ərazidə qalıb, devlətimizin komitəsinə xəbər versin, məlumat versin, o itkin qardaşlarımızın tapılması tezləşsin. Yenə tapılacaq, amma deyilsə lap yaxşı olar. Ona görə ki, o komitə də çox əziyyət çəkir. Məsələn, Kəlbəcər görün, nə qədər böyük bir ərazidir. Və yaxud Ağdərə, və yaxud Füzuli, Ağdam, bütün bölgələrdə bizim itkinlərimiz var. Ona görə də o hardakı itkin var, kim nə görüb, kim harda görüb, onu deməlidirlər. Ana bir şey də unutmayın ki, biz Yusuf qədərdə sağ evlat olmasaq, bilin ki, sizə biz evlat kim varıq. Həmişə və hər zaman yanında olmağı çalışırıq. Siz də balam kimi qəbul edirəm, hamınızı qurban olun, sizi verənə. Sağ olanım, sağ ol. Allah can sağlığı versin. Gedin, axtarın, tapın, qurban olun. Mən burada bir məsələyə də qoşub eləmək istəyirəm. Bizim qəhrəman analarımız olur. Bu Alaxançallı tərəfdə, Daşkəsən Alaxançallı tərəfində 93-94-cü illərdə çıxan bizim döyüşçülər olub, onların ayağını maroza atıb. Onlar gəlib, elə bil Alaxançalıya çıxıblar. Alaxançalıya gələndə bunların maroz atan ayaqlarını ocaqda, müəyyən istilikdə onu elə bil qırdıra bilməyiblər. O ana Daşkəsənin Alaxançalı kəndindəndir, həmən qadın. Deməli, üzr istəyirəm hər günümüzdən, koftasını ayırıb, həmən bizim döyüşçilərin qıçasını alıb qoltuğun altına. Qoltuğun altına alıb ki, onun ayağı donundan çəkilsin. Görün, bizim elə analarımız var, elə analarımız olur. Bax, bugünkü nətər ki var. Biz elə anaları da unuda bilmərik. Mən çalışıram ki, o Alaxançalıda həmən ananı tapın. Allah eləsin, dünyasını dəyişmiş olmasın, amma o ananı tapaq. Bugün bacım oğlu Yusifin ad gününə toplaşmışıq, 51 yaşı tamam olurdu. Allah bacıma səbir versin, övlad itkisi çox ağırdır. Həqiqətən də bunu sözdə demək çox çətindir. Onlar, bütün şəhidlərimiz, o gələcək balalarımızın rahat yaşaması üçün canları, şirin canlarına keçiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid analarına səbir versin, şəhid qardaşlarına, şəhid atalarına səbir versin. Danışmaq çox ağırdır. Yusif balacalıqda mənim gözüm qabağında böyüyüb. Çox çətindir. Qardaş itkisi, bir də bacı oğlu itkisi. Bacım bayaqları ağladı, yəni onun ağlamağına reaksiya vermək mümkün deyildi. Allah səbir versin. İnşallah bütün itkinlər, mən özüm Tərtərdə oluram. Tərtərdə o itkin naməlum şəhidlərin bu yaxınlarda bir neçəsinin nəşini tapdılar.
ekspertlər gəlmişdi Bakıdan. Yəni 3-1, 2-1 belə nəşlərin tapırlar, təhvil verirlər ailələrinə. Gözləri yolda qalmasın. Yəni övlad itkisi çox ağırdır, çox həddindən artıq çox ağırdır. Yəni bunu sözlə demək mümkün deyil. Onlar şirin canlarını keçdilər ki, bizim gələcək övladlarımız rahat yaşasınlar, rahatlığı üçün. Çox şükürlər olsun ki, Qarabağda alındı. Çox şükürlər olsun ki, o şəhid balaların, o şəhid oğlanların, şəhid qardaşlarımızın, balalarımızın sayəsində Qarabağımız azad oldu. Allah can sağlığı versin şəhid atalarına, analarına, qardaşlarına. Allah səbir versin. Var olun. Xoş gəlmişsiniz hər biriniz bizə. Allah sizdən razı olsun. Bugün mənim itkin şəhid qardaşım Yusifin 51 yaş tamam olur, mövlududur. Mən bütün bacılar arzulayır ki, qardaşımız xoşbəxt olsun. Qardaşlar üçün xonca tutub gedərlər. Qardaşlar üçün qız axtararlar. Amma mən elə bir bacıyam ki, mən arzulayıram ki, qardaşımın bu boyda bir sümüyümü, bir parçasını tapıla, biz onu dəfn eləyək. Bizim ziyarət yerimiz olsun. Mən dünən qapımıza bir lövhə vurdurmuşam. Bu onun mövluduydu. Mən çıxdım onun qarşısına səhər-səhər. O bu şəkildə o qədər məsum düşüb ki, elə bir adamla danışır. Dedim, ay Yusif, mən səni ziyarətə hara gəlim? Mənə bir yol göstər. Mən 31 ildir bu itkini yaşayıram. Heç bir bacıya arzulamıram bu istəyi, bu arzunu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İstəyir birinci vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. İstəyir birinci Qarabağ, aprel döyüşləri, bütün döyüşlər, vətən müharibəsi, hamısına Allah rəhmət eləsin. Allah qarşı qardaşlarımıza can sağlığı versin. Çingiz qardaş, Allah gözəl balalara rəhmət eləsin. Allah sizə səbir, dözüm versin. Daimin sözü olmasın. Bala etkisi bambaşqadır. Biz uşaq olan vaxtı biz atasız böyümüşük. Anam biz atasız böyüdürdü. Biz atamızın şəklini bayramdan bayrama mamam açıb göstərirdi, küçük gizlədirdi. Yəni uşaqların ürəyinə xal düşməsin. Amma 31 ildir ki, mən Yusifin şəkillərini burada mən yığışdıra bilmirəm. Qayda mamamın ürəyi açılır. Birini düzəltdirkən bilir, sabah da bursun gətir, sabah da bursun gətir. Yəni bu anadır, bu ona dözə bilmir. Nə bilim, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun, sizə minnətdarım bildirəm ki, bugün gəlib bizim dərdimizə şərik oldunuz. Gülbəniz xanım, sizə çox minnətdaram. Allah sizdən razı olsun. Rizvan qardaş, çox sağ olun. Siz yaxşı bir yolun dalına düşmüşsünüz. Bizim nətər deyilir, qulağımız səsdə, gözümüz yoldadır. Sizin getdiyiniz yollara baxırıq, biz xəbər gözləyirik. Allah sizə can sağlığı versin. İnansız sizin paylaşdığınız hər şeyimiz, biz sakitcənə qulaq asırıq, görür orada nə danışdılar, nə oldu? Bəlkə var, biz bilmirik, bəlkə bizə demirlər. İnansız Rizvan qardaş, bu yaxınlarda biz gecə saat 11 idi, 12-in yarısı idi. Qəfildən qapımız döyüldü, bax Allah'ın da olsun. Bura demədim, çıxdım çölə. Dedim, ay Allah, bəlkə bankomatdan gəlirlər yenə nəsə. Peki bir xəbər, Rizvan qardaşlığı oradadır, peki nəsə oldu görüm, ay Allah. Sonra getdim ki, bizim qapı döyülmüş, qonşunun qapısıymış, mən gəldim, heç mamamla heç nə demədim. Yəni biz bu yaralarla yaşamışıq. Yəni bu dillə deyiləsi deyil, bunu yaşayanlar bilir, Allah'ın da olsun. Mən gəncliyimi, anam gəncliyini bizə qurban verdi. Mən də öz həyatımı, öz gəncliyimi anama qurban verdi. Hamı şahiddir ki, bütün bərdə qohum əqraba bilir ki, göydə Allah, yerdə anam mənim hesabıma yaşayır. İndiyənəcə. O qardaşımla atamın əmanətidir. Mən öz həyatımdan üstünə xət çəkdim. Mən anamın əlindən tutub durğunum. Mən onun arxasında durmuşam. Mən ona qızım deyirəm. Mən nətər deyirəm, onun nazını çəkirəm ki, o biraz da yaşasın. Allah biraz da möhlət versin. Bəlkə mənim qardaşımdan bir xəbər çıxar. Mən onda rahat olaram. Onda bilərəm ki, bu Yusifə çatdı. Sağ olun, minnətdaram hər birinizdən. Allah sizdən